Növbəti mapping metodumuz adlanır Direct Mapping metodu. Bu Direct Mapping bir öncəki keçdiyimiz Full Associative Mappingin tam tərsi sayıla bilər. Yəni Full Associative Mappingdə necə idi? İstənilən blok, istənilən cache line-a yerləşdirə bilərdik biz. Yəni hər hansı bir məhdudiyyətimiz yox idi. Bu Direct Mapping isə necədir? Hər bir blokun yalnızca bir cache line yerləşdirə bilərsən. Yəni müəyyən bir yeri var onun. O cache line-dan sən başqasını yerləşdirə bilməzsən. Məsələn, 0-cı blok ancaq 0-cı cache line olar. 1-ci cache line olmaz. Gəlin indi bu necə implementasiya edirik? Buna baxaq. Deyək ki, bu dəfə bizim var DRAM-ımızın ölçüsü 128 byte. Kiçiltdim ki, biraz daha sadə olsun nümunəmiz. Və 128 byte-ın da hər bir byte-ın ayrıcı adresini göstərməsi üçün CPU-ya 7 bit fiziki adres, yəni kifayət eləyir də. Yəni ona görə də bizim fiziki adres bitlərimiz 7 dənədir. Və blok sayımız da bu dəfə kiçildib eləmişəm 4 byte. Bir öncəkində 64 byte idi. Blok sayımız da kiçildib eləmişəm 4 byte. Və əgər bizim blok sayımız 4 byte isə və DRAM sayısı 128 byte isə, bu deməkdir ki, bizim main memory toplam 32 blokdan ibarətdir. Və indi gəlin nümunə üzərinə gedək. Deyək ki, CPU read request göndərir ki, yəni oxuma istəyi göndərir ki, mənə ver 111-ci byte ver. Və bu zaman nə edəcək? Həmin o baxacaq memory controller ki, 111-ci byte hansı blokda yerləşir. Baxacaq ki, bu 27-ci blokun içərisində yerləşir. Ona görə nə edəcək? Həmin o gələcək ilk öncə cache-in içərisində axtaracaq. Görəcək ki, bu cache-in içərisində yoxdur. İstəyi göndərəcək main memory-yə və main memory-dan 27-ci bloku götürüb gətirəcək. Və artıq götürüb gətirdikdən sonra memory controller müəyyən eləməlidir ki, bu blok 27-nin hansı cache line-i yerləşdirməliyəm də, yəni hansı cache line üçün nəzərdə tutulub. Dedik ki, Direct Mapping-də hər bir blok üçün spesifik bir dənə yeri var. İstədiyin şəkildə, yəni sən random şəkildə yerləşdirə bilməzsən. Bunun üçün də nəyə əlatır? Gəlin ilk öncə şeyə baxaq. Yenə də word ID-ni birinci müəyyən eləyək. Yəni həmin o 4 byte-lıq blokun içərisindən hansı byte-ı CPU istəyib onu müəyyən eləmək üçün biz yenə də sonuncu 2 bitdən istifadə edəcəyik. Bir öncəki nümunədə 64 byte olduğu üçün hər bir blokumuzun ölçüsü. Biz 6 biti istifadə edirdik word ID olaraq. Bu dəfə bizdəki blok sayımız 4 byte olduğu üçün 2 bit kifayət edəcəkdir. Yəni hansı 4 byte-dan hansı byte istəyir onu göstərməyimiz üçün bizə 2 bit kifayət edir. Ona görə sonuncu 2 biti biz word ID kimi istifadə edirik. Bu yerdə qalan 5 bit isə həmənki qaydada yenə də bizə blok ID olaraq vəzifəsini yerinə yetirir. Yəni biz buna da diqqət edirsək, bunu onluq say sisteminə çevirsək, görərik ki, eləyəcək 27. Buna da baxaraq memory controller biləcək ki, bu fiziki adres 27-ci blok üçündür və istəyi main memory-yə elə göndərəcək ki, mənə 27-ci blokun məlumatını ver. Bəs bu blok 27-nin hansı cache line-a yerləşdirilməli olduğunu necə müəyyən eləyir? Bunun üçün də biz hər bir bu cache line-ın bir adresi var da, düz deyilmi? Bu 0-cıdır, bu 1-cidir, bu 2-cidir, bu 3-cüdür. Bunu indi biz binary şəklində yazsaq, birincinin adresi 00 olacaq, sonra 01, 10, 11. Əgər 4 dənə cache line-ımız varsa, o zaman 2 bit bizə kifayət eləyəcək ki, bu 4 dənə cache line-dan hansının adresini göstərməyə. 8 dənə olsaydı bu 3 bit olacaqdı, 16 olsaydı 4 bit olacaqdı. İndi bizdə 4 dənə cache line var, 2 bit kifayət eləyir. Ona görə də həmin o word ID-dən sonraki 2 biti də biz istifadə edirik, line ID olaraq istifadə edirik. Və həmin o memory controller fiziki adresdəki bu 2 bitə baxaraq müəyyən eləyəcək ki, bu 1-1-dir və 1-1-də həmin bu 3-cü cache line üçündür. Və gətirib nə edəcək? Həmin blok 27-ni yerləşdirəcək bu 3-cü cache line-a. Bu tək hissəsini nə yerləşdirəcəyik? Tək hissəsini isə bu yerdə qalan 3 biti biz yerləşdirəcəyik. Bunu da niyə eləyəcəyik? Fikir versək görərik ki, bizdə blok dənə, main memory 32 dənə blokdan ibarətdir. Cache line-imiz isə 4 dənədir. Yəni cache line-ın sayısı blokların sayından azdır. Bu da o deməkdir ki, bir dənə cache line üçün 8 dənə blok bir-biri ilə mücadilə eləyəcək. Yəni 0-cı blok da bura yerləşdiriləcək, 4-cü blok da bura yerləşdiriləcək, 8 də, 12 də, 16 da, yəni hər 4 blokdan bir bu line ID bir-birlərinə bərabər olacaq. Ona görə də 8 dənə blok eyni yer üçün mücadilə edəcək. Və biz də nə edəcəyik? Götürürük bu tag ID-ni, yəni tag ID deyil, tag ID-dən bu. Sonuncu 3 biti, tag ID olaraq sonuncu 3 biti götürüb bura yerləşdiririk və artıq bura baxanda biləcəyik ki, o mücadilə aparan 8 dənə var idi. O 8 dənədən hansı burada yerləşib? 8 üçün 3 bit kifayət edir də.
8-lərindən birinin adresini göstərmək 3 kifayət edir. Ona görə də həmin bu 3 bitlik tag ID-ni də gətirib bura yerləşdirəcəyik biz. Yəni bura 1-1-0-a yerləşdirəcəyik. Gəlin nümunə üzərindən də gedək, daha belə aydın olsun. Deyək ki, boş bir dənə bizim keşimiz var və CPU istəyi göndərdi ki, mənə 1-ci byte lazımdır. Və 1-ci byte-ı gəlib oxuyacaq, görəcək ki, bu 2 line ID-li üçün duran 2 bitə baxacaq və başa düşəcək ki, bu 00 0-cı cache line üçündür. Və nə edəcək? Həmin bu 0-cı bloku, yəni bunlara da baxaraq başa düşəcək, bu da 0-cı blokdur. Həmin o 0-cı bloku gətirib yerləşdirəcək bu 0-cı cache line-a və sonuncu 3 bit olan da tag ID-ni də bura yerləşdirəcək. Sonra ikinci bir istək göndərəcək. Bu dəfə mənə ver deyir, 81-ci byte istəyirəm deyir. Yenə gəlib baxacaq bu line ID-yə. Görəcək ki, bundakı line ID-də yenə 00-dır. Yəni o da 0-cı line üçündə yəni. Bu dəfə nə edəcək? Götürəcək həmin bu 0-cı line-dakı məlumatı pozacaq. Çünki bir dənə line-ımız var. O line-da tutulub da və həmin bu 81-ci byte-in yerləşdiyi bloku da başqa yerdə saxlaya bilmərəm. Hər bir blokun bir dənə yeri var təkcə. Orada cəmi saxlaya bilərəm. Onun üçün nə etməlidir? Buradakı məlumatı silməlidir və buradakı məlumatı siləndən sonra həmin bu 81-ci byte-in yerləşdiyi blok 20-ni gətirib oraya yerləşdirəcək və bu tag ID olaraq da 101-i bunun içərisinə, bu tag qismində yerləşdirəcək. Bunun bir üstünlüyü nədir? Bir üstünlüyü odur ki, artıq biz cache-imiz dolanda bir də keçmişdi ya, hansı cache line-ı silək kimi algoritmalarımız var idi. O algoritmalar üçün bir enerji sərf eləməyəcək. Yəni gələcək baxacaq ki, bura tutulub, buradakı məlumatı elə birbaşa siləcək. Bu performans cəhətdən bizə bir üstünlük verir. Və növbəti dəfə 3-cü oxuma istəyini göndərib. Bu dəfə də deyib ki, mənə 18-ci byte gərəklidir. Yenə baxacaq ki, bu 18-ci byte-ın da line ID-si bura yerləşir, yəni 0-cı line-dadır. Nə edəcək? Yenə bunu silərək, yəni 0-cı line-da nə yerləşibsə onu silərək götürəcək. Həmin bu 18-ci byte-in yerləşdiyi blok 4-ü bura yerləşdirəcək və bu sonuncu 3 biti də tag ID olaraq bura yerləşdirəcək. Bunun dezavantajını gördünüzmü nədir? Dezavantajı odur ki, baxın, 3 dənə cache line-imiz boş olmasına rəğmən biz götürmüşük də dirəşmişik ki, bu 3 dənə istək gəlib, üçünün hamısını da bu 0-cıya yerləşdirəcəyik. Full associative də olanda necə idi amma? Gəlib baxacaqdı ki, bu 0 doludur, heç nə doludur da götürüb 1-ciyə yerləşdirəcəkdi. 0-la 1 doludursa 3-cüyə yerləşdirəcəkdi. Yəni hər bir cache line-ı səmərəli şəkildə istifadə edəcəkdi. Amma burada isə necədir? Burada isə götürür hamısını, digər yerlər boş olmağına baxmayaraq hamısını eyni yerdə yerləşdirməyə çalışır. Bunun minusu budur. Plusu nədir? Bunun da plusu ondan ibarətdir ki, bu axtarışı çox sürətli şəkildə baş verir. Niyə? Çünki hər bir blok üçün, hər bir fiziki adres üçün cəmi bir dənə cache line-də yerləşdirə bilər. Ona görə gələcək baxacaq ki, bu məsələn 0-0-a bərabərdir. Daha bir də axtarmayacaq, mən bunu harda yerləşdirim və yaxud da harda axtarım. Gələcək baxacaq ki, 0-0-a. Həmin o 0-0-da nə yerləşib? 0-0-1. Və bunun sonuncu 3 bitini də bununla müqayisə edəcək bir dənə. Baxacaq ki, bu buna bərabərdirmi? Bərabərdirsə həmin bloku götürüb verəcək CPU-ya. Yox, bərabər deyilsə başa düşəcək ki, həmin məlumat CPU-da, cache-də yoxdur və nə edəcək? Müəyyən edəcək main memory-yə. Yəni axtarış prosesi çox sürətli olacaq. Həmçinin gedib o şey, yəni axtarış sürətli olacaq, həmçinin yoxdur. Axtarış prosesi çox sürətli olacaq. Amma full associative-də necə idi? Sən hər bir sətr üçün gərək bir dənə müqayisə eləmək üçün, yəni bu sonuncu 3 biti bərabərdir yoxsa onu müraciət eləmək üçün 8000 dənəsə 8000 dənə komponent var idi. Həm enerji sərfiyyatı yüksək olurdu, həm cache-lərimizin istehsalatının maliyyəti qalxırdı. Bu kimi dezavantajı var idi. Yəni bu direct mappingdə öz mənfi və müsbətləri ilə gəlir. Və biz indi hansını istifadə edirik deyə soruşsanız, bunlardan ikisini də istifadə eləmirik. Biz bunların ortaq hər ikisinin müsbət tərəflərini götürərək bir dənə set associative mapping deyə bir metod var. O metoddan istifadə edirik. Və bu set associative mappingdə həm direct mappingin, həm də ki full associative mappingin ortaq xüsusiyyətlərindən istifadə edilir və hər ikisi müqayisədə daha səmərəli bir şey əldə etmiş oluruq onda da. İnşallah növbəti videoda da həmin bu set associative mappingi əl alacağıq.